qalmaqal ancaq qalmaqala meyilli olan insanlara nəsə qazandıra bilər. Mən belə düşünürəm. Nə qazandıra bilər sizcə? Yəni sənətkarımız gözəl sözlər dedi. Biz bu yerə qədər sənətimizlə, yəni öndə olmuşuq, qalmaqalla yox, amma istənilmədən yəni o hallara düşmüşəm mən özümdə. Amma yəni dediyim ifadələrə görə hətta məndən qat-qat böyük analarımızdan, atalarımızdan üzr də istəmişəm. Çünki səs tonumu biraz yüksək etdiyimə görə. Çünki mən elə insan deyiləm, amma hərdən insan özündən çıxır da. Məncə bu insan halıdır, emosional durumdur. Qalmaqal mən özümdən söz gedirsə, mənə qalmaqal geri salır. Önək aparmaz. Çünki ola bilsin, reyting ola bilər, hətta atdıqları video izləyici, baxış sayı lap çox ola bilər. Amma gərəksizdir demişəm. Bəli. Gərəksizdir. Şəxsən yəni mən öz üzərimə götürürəm. Mənə ehtiyac yoxdur.